Bu günləri çibureki hazırladım. İlk xəmiri hazırlayıram. Xəmirin içinə burada 600 qram undur, 20 qram yağdır, duru yağ, 300 ml ilıq su, 1 çay qaşığı şəkər, 1 çay qaşığı duz. Yaxşıca xəmiri yoğurdum. Ələtki yoğururam. Nə soda, nə droş əlavə eləmirəm. Suda ki, ilıq olmalıdır. Soyuq su ilə bu xəmir ağır olur. Ona görə ilıq eləyin. Suda tam getdi, hamısı. Yəni, tam düzgün reseptlə eləsəz, əlavə un lazım olmayacaq. Amma yenə də undan una fərq olduğuna görə ola bilər kimdəsə 50 qram, 100 qram bəlkə də fərq eləsin. Xəmirdən lap bərk də olmamalıdır, lap sıyıq da olmamalıdır. Belə. Amma hələ də yoğuracağım. Xəmiri yoğurdum. Belə yumuşaq, qəşəng alındı. Şimdi bu xəmiri qoyuram. Hardasa bir 30 dəqiqə özünə gəlsin. İçliyi hazırlayaq. İçlik üçün bizə nə lazımdır? Deməli, 300 qram ət, mal əti, 300 qram toyuq əti, çəkilib ikisi də. Deməli, keşniş, bir dənə də soğan. Bu suyu da niyə? Göstərəcəm. 300 qram əti qaba boşaldıram. Suyunu yox. Çəkilmiş 300 qram ət, çəkilmiş 300 qram toyuq əti. İkisi bir yerdə olanda dadlı olur. Hələ qatışdırmıram. Tamam. Keşnişi doğradım. Onu da ətin üzərinə tökürəm. Denk. Soğanı doğrayıram. Amma soğanı çox xırda-xırda doğramaq lazımdır. Yəni deyirsiniz ki, ət maşınından keçirtmək, ət maşınından yox. O belə tam hiss olunmamalıdır, olunmalıdır da. Amma xırda-xırda əllə belə doğrayıb, yəni bıçaqla doğrayıb tökmək lazımdır. Ət maşından keçirtməyin. Demək olar hazırdır. Bacardığınız qədər çox xırda edin. Soğan da adamı ağladanda nə ağladır. Deməli, hamısını doğradım, tökdüm. Bir daha əti, ət maşından keçirtdim. Toyuq ətini də ət maşından keçirtdim. Soğanı xırdaladım. Bir də keşniş vururlar. Yəni, çox dadlı olur. Əsl çiburekinin reseptidir. Bir də duz və qara istəyir. Bu zövqə görə, istəyə görə. Kim nə qədər istəyir, o qədər duz əlavə eləsin. Qara biber. Biz onu bol-bol, yəni çox sevirəm. Bu suyu da deməmişdim nəyə vuracağıq. Bunu yaxşıca qatışdırıram. Amma əllə. Suyu niyə vururam? Onu açıqlayıram. Çibureki reseptində içlik bərk olmamalıdır. Ət içliyi, yəni bərk olmamalıdır. İstəsəz, əgər bulyon vurun, evdə əgər ət bulyonu varsa, ya toyuq bulyonu əlavə edə bilərsiniz. Ya da ki, su, adi, yılıq su. Baxın, belə qatıdır. Yəni, belə bərkdir. Yağ kimi olmalıdır. Yəni, xəmirə yayanda. Ona görə hamısını yox. Onsuz da çox xanımlar yeməyi pişirəndə, baxın hansı yeməklərdə bu üsulu istifadə edirlər. Biraz da vuracağım. Baxın, belə yumuşaq, belə qəşəng yayılacaq xəmirin üstünə. İndi isə xəmiri gətirin, başlayaq. Xəmiri qoymuşdum dinlənməyə. Hardasa 30 dəqiqə, 40 dəqiqə kənarda durdu. Droş soda olmadığından onsuz da qalxmayacaqdır. Sadəcə dinlənib. İndi hissələrə bölürəm. Xırda-xırda toplar edəcəm. Belə xəmirlər eləyirik hamısını. Düz 18 dənə kündə oldu. Fərqi yoxdur. Nə rahat istə, onunla açın. Un lazım. Bu boyda açıram. Nə böyükdür, nə balacadır, ortadır.
Şimdi bunun içine ekləyirəm bir qaşıq. Bol bükürəm. Əsas qıraqlarını sıxırıq ki, yağı atanda açılmasın. Əlimlə eləyirəm, əlimlə. İndi göstərəcəm, o necə açılmasın. Vilka, yəqin ki görsənir, inşallah görsənir. Belə vilkanı batırıram. Bərk-bərk sıxıram. Onda yağda pişəndə açılmayacaq. İkinci dəfə gedmək lazım deyil. Belə bu şəkildə alındı. İndi hamısını belə eləyəcəm və qızardacağım. Tavanı qoyuram qaza. İstədiyiniz duru yağı əlavə edə bilərsiniz. İndi tam qaynar olanda xəmirlərimizi qoyuram. Asta-asta çibureklərimizi tavaya düzürəm. Yağ üzərinə çıxmalıdır. Yəni düşünmün ki, niyə də oldu. Bir üzü 4-5 dəqiqə belə pişəcək. 3-4 dəqiqə, 4-5 dəqiqə hər üzü pişəcək. Baxın, nə gözəl pişir, şişir. Balaca baloncuklar kimi. Bu normaldır ya, şariklar belə qalxmağı. Çibureklərim hazır oldu. Çox yumuşaqdır. Həm də ki, belə xırt-xırtlıdır. Çox dadlıdır, çox ləzzətlidir. Siz də hazırlayın. Nuş olsun. Nazında sevgilim yadıma düştü.